Yon qoşdum. Gəldik bura. Bir dənə bunu manage eləyirəm. Bu trust x index.html style. Bootstrap keçməmişəm. Onu bootstrapdan qoşacağıq. Onu göstərirəm. Bootstrap sonra keçəcəyik. Ora bootstrapla mı? Nəyə görə bootstrapla da mənasını deyim. Məsələn, burada görsən şəkillər avtomatik özü keçir. Burada. Şimdi koydum. Karusel var. Ona fikir vermə belə gedir. O başqa şeydir. O lazım deyil. Avtomatik özü keçir. Keçsin. Görürsən, bu karusel. Gəldim bura. İlk öncə bootstrapı qoşmalıyam ki, bunu işləyə bilir. Bootstrapı qoşmaq üçün iki yolu var. Bunu bootstrap dərsini deyəcəm, birini göstərir. pageschools.com-a girirsən. Burada ümumiyyətlə hər şey var. HTML, CSS, JavaScript, SQL, Python falan hər şey var. Onlar haqqında məlumatdır. Girib oxuya bilərsiniz. Biz bootstrap götürürük buradan. Bootstrap ümumiyyətlə nədir? HTML və CSS kodlarının CSS və JavaScript kodlarının birləşməsidir. İşimizi asanlaşdırmaq üçün istifadə olunur. Oradan hazır kodlar götürüb yapışdıraraq yeni istifadə edə bilərik. Məsələn, bir dənə button yaradırsan, amma mən gəlib buradan bir dənə hazır button götürüb orada yapışdıra bilirəm, qoya bilirəm. Məsəl üçün, onu eləmək üçün bizi bootstrap qoşmaq lazımdır. Tıklayıram bura. Mesela HTML-də table yaradırdım. Onu mən bir saniyə buradan yapıb qoya bilirəm. Yəni, elə hazır kodlar var. Bootstrap'ı qoşmaq üçün Bootstrap 5'e girdim. En axırıncı versiya oydu. Buradan Bootstrap 5 get start'dır buradan. Düşürəm aşağı. Bootstrap 5 CD-yə. Gəlirəm bayaq dedim ki, CSS-in JavaScript kodlarının birləşməsidir. Gəlirəm bu iki dənə linki buradan, linkdən skripti kopyalayayım. Link CSS-dir, script JavaScript. Link script. Şeyləri kopyalamayayım. Linki götürdüm. Gəlirəm HTML-ə. Buradan koyayım. CSS-ini burada qoşaq. Bir də JavaScript kodunu götürürəm buradan scriptini. JavaScript-i iki cür qoya bilərsən, amma ən pro versiya hit tagin içinə qoymaqdır bir şərtlə. Əvvəl JavaScript hamı belə qoyurdu. İndi çox yerə qoyurlar. Bura qoyurlar. Fazilin ən aşağısına. Nə kod yazsan yaz, yəni buna ən yaxın hissəyə qoyulmalısan. Səbəb nədir? Birincisi HTML ilə JavaScript, HTML ilə CSS kodları işləməlidir, daha sonra JavaScript kodları işləməlidir. Yəni element yaradılmalıdır, dizaynı formalaşmalıdır, daha sonra funksiyalı əlavə olunmalıdır. Ona görə. Belə qoyulur. Amma daha pro versiya software engineer kimi şirkətlərdə, ümumiyyətlə proyektlərdə belə qoyulur, böyük layihələrdə. Bunu buradan götürürsən təzədən. Gəlirsən hit tagin içinə. Və bunu burada qoyanda fikir verdim. Bir dənə gəldim yapışdım, başqa heç nə eləmədim. Amma hit tagin içinə qoyanda yenə hidin içində ən sona qoyursan. Ən sona. Gəldim bura copy paste elədim, düzdür. Amma bir şərtlə. Bura defer atribut yazmalıyam. Defer. Defer atributu nədir? Yəni eyni qaydada HTML və CSS kodlarının işləməyini gözləyir, yüklənməyini browserə. Daha sonra JavaScript kodunu əlavə eləmək. Defer yəni sən gözlədir. JavaScript kodunu gözlədir ki, HTML və CSS yüklənib, daha sonra JavaScript yüklənsin. Hidin içinə qoyanda ən sona qoyursan, defer atributu əlavə edirsən. Bura belə. Keçdik bura. Baxıram, bir dənə bölmədir. Karusel var. Buna karusel deyirlər. Şəkillər məsələn bir-bir çevrilir. O bootstrapdan getmək olur. Gəlin bootstrapa daxil olun. Bootstrap haqqında keçmirəm heç nə. Buna baxarsan keçəcəm. Buradan karuseli tapıram. Kliklədim karuseli. Baxıram ki, bizim karuselimizin üstündə yazılar da var. Gəlin bu karuselə baxıram, ancaq şəkillər. Bunu götürmürəm. Düşürəm aşağı. Baxıram bu karuselin üstündə yazı da var. Bunu götürmək üçün gəlirəm aşağı. Example verilir. Try it yourself-ə klikləyirsən. Gəlirəm buradan, body'nin içindəki nə var hamısını götürürük. Ancaq body'nin için. Ctrl-C gəldim. Ctrl-V yapışdırdım. Gəlib baxıram. Baxamayacam ki, kodunu run eləmişim. Gəldim bura. Kodu run edirəm. Baxıram belə bir struktur alındı. Şəkillər görsən, və görsən avtomatik keçir.
Amma şəkillər yox. Nəyə görə? Bu bootstrapın özünün içindəki şəkilləri. Şimdi biz öz şəkillərimizdə onu dəyişəcəyik. Gəlin bura. Subclip. Inspect. Kliklədim bura. Bunu da aşağı saldım. Əsas səhifəni seçirəm. Seçdim. Bunun içinə girirəm. Birinci şəklimiz budur. Burada. Image. Bu. Üzərinə kliklədim. Sağ klik elədim. Şəkli götürdüm. Qaydıram HTML-imizə. Bootstrap'ımızda götürdüyümüz kod ümumiyyətlə. Karşıyımız burada başlayır. Burada bitir. Karşıyımızın içində burada 3 dənə button var. Bu buttonlar nədir? Bu buttonlar var budur. İndi görməyəcəyik onu. İndi görməyəcəyik, göstərəcəm. O buttonları buradan göstərilmədi, bax. 3 dənə nöqtə var, ha. O buttonlar bunlar. Sonra karşımızın təzən bir dənə böyük div açılır. Ha, böyük div. Burada başlayır, burada bitir. İçində 3 dənə div var. 3 dənə div nədir? 3 dənə page var. Bir səhifə keçdik. Ha, burada 3 dənə page. Biri budur. İkincisi bu səhifədir. Üçüncüsü də bu səhifədir. Bu 3 dənə div oldu. Böyük divin 3 dənə div. Bu 3 dənə yumru isə 3 dənə button idi yuxarıdakı. Şu. Bir də burada yenə 2 dənə button var. Buradakı gəlib kodları oxuyana başa düşürsən nə dərsində. Previous var, əvvəlki, next var, sonraki. Bu nədir? Onu siləcəyik əslində. Bizdə indi qoyum görsənəcək, sonra siləcəm. Onu göstərəcəm nədir? Bu şəkli qoyana görsənəcək. Şəkil ara qoyacaq. Böyük divimin içində birinci divini tapdım. O budur. Burada başlayıb burada. Baxın içində image var. Gəlin buradan bu şəkli silirəm. Sual varsa belə gözləmin. Hə? Divlərin biz nə qədərdir? 90%. Margin left right-ları sildim, o lazım olmayan şeyləri. Divlərə gəlib justify content flex end yazırsan. Bu neyinir? Divin içindəki hər şeyi ən sona aparır. Justify content flex start yazanda ən sola aparır. Yəni böyük elementə verəndə içindəki bütün elementlər sağa və ya sola gedir. Sən flex end yaz. Şəkli qoydun. Birinci şəkil hazır. Keçdim ikinci şəklə. Gəldim bura. İkinci şəkil budur. Götürdüm. Sual varsa Hüseyin ver. İkinci şəkil. Bir dənə bax gör nə deyib bilirsən ki. Nəyi göstərir ki? Əyri yazını i və yaxud m tegi ilə. I və yaxud m. Yadda saxla. Bunları yadda saxlasın. İkinci şəkildə qoyduz. Baxıram, ikinci şəkildə buradadır. Keçdik üçüncü şəklə. Üçüncü şəkildə buradadır. Və ikinci şəkildə klikləyirəm, gəldi burada. Keçdik üçə. Yenə kopyaladım, qayıtdım bura. Üçüncü şəkildə buradadır. Tamam. Bu da hazır. Gəlib baxıram. Birinci şəkil, ikinci şəkil, üçüncü şəkil hazır. Keçirəm əsas sayta. Artıq bunu buradan silirəm, gəldim bura. Baxıram ki, solda və sağda oxlar yox. Bizdə amma var. İndi mən bilirəm nədir bu, amma sən bilmərsənsə, məsələn, sağ klik elədin, girdin inspect. Gəldim bura, oxa klikləyirəm, buna klikləyirəm. Baxıram nədir bu? Bu button. Bax, span. Gəlib tapıram, previous. Bu nədir? Bu da next-dir, və budur. Gəlirəm bunları tapıram HTML-dən və aşağıda bundan. Bunları silirəm. Bunlar lazım deyil. Bu getdi. Sonra gəldik bura. Aşağıda scroll edirəm, burada yazılar var. Carousel example, the following example. Gəlib onu tapıram, deyə bura. Bu divi də silirəm, lazım deyil. Şimdi buranı təmizlədim, qaydıram bura. X-i vurdum. İlk öncə neyniyəcəyik? Şimdi mesela buradakı yazıları dəyişmək üçün, birinci səhifənin yazısı budur. İkinci səhifənin yazısı budur, üçüncü səhifənin yazısı budur. Gəldim bura. Sənə birinci səhifənin yazısı budur, məsəl üçün. Ha, budur. Düzdür. Gəlirəm birinci divimi tapıram. Burada. İçində caption yeri var. Yazılar olan yer. Gəl oradakı yazıları dəyişəcəyik. İkinci divindəki yazılar burada, üçüncü divindəki yazılar burada. Bura aydındır. Keçdik əsas şeyə. Da bunu da düzəldim. Yumru eləyim sonra. Keçim yuxarı başa salım. Bunlar nədir?
3 dənə buttonımızdır və bura baxıram ki, məndə düzdür bunlar. Görürsən. Gəlirəm CSS-ə. Deyirəm ki, buttonlar nə içindədir? Bunun içindədir. Kopyaladım. Gəldim bura. Nöqtə qoydum çağır. Deyirəm bunun içindəki buttonlar. Sizin viziniz olsun 10 piksel. 10 yox, 13 piksel. Heightinizdə olsun 13 piksel. Bir də border radiusunuz olsun 100%. Baxıram nəzərə almadı. Nəyi nəzərə almadı? Vizi nəzərə almayıb, görürsən? Gəlirəm onda nə edirəm? Important yazıb. Sonra height'i gəlir. Important yazıb. Oldu. Hazır. Klikləyirəm, işləyirəm. Bu belə. İstiraf qoşanda bəzi kodlar bir-birindən konfliktə girir, problem ola bilər. Çalış işləmədsə, important yaz. Onda çox vaxt 99% işləyir, bir şey işləməsə. Importdan yoxla. Bura belə. Keçdik yuxarı hissəyə. İhtiyacı bura. Şəkillər buradan silirəm. Bunu da silirəm, bunu da silirəm. Lazım deyil. Bura nav. Gəlirəm. Adın içində, karuseldən yuxarıda, çöldə. Bir dənə nav yaradır. Navıma gəlib çağırıram CSS-də. Navı çağırdım. Nava bir dənə biz verirəm, məsələn 60 var. Bir dənə height verirəm, məsəl üçün 35 PH. Bir də görünmək üçün background color verirəm. Gəlib baxıram, nav görsənməyəcək. Burada olmur. Nava gəlirəm, position, absolute. Gəlirəm, karuseli çağırıram. Karuselin ən böyük dili neydi bu? Adı nədir məsələn? Ya karusel ya da slide. Məsələn, buradan slide'ı götürürüm. Gəlirəm bura. Slide'da position relative verirəm. Tamam. Nava gəlirəm görülmək üçün Z index min verirəm. Navımız görsəndi. Düzdür. Navı soldan gətirirəm leftdən məsəl üçün 20%. Bunu düzəldərsən, mən dəqiq eləməyəcəm. Topdan gəlirəm. Məsəl üçün verirəm 20%. Bu bizim navımız. Navımızın içində nə var? Navımız özü 2 yerə bölünür. Yuxarı hissə və aşağı hissə. Yuxarı hissə üçün gəlirəm. Navı 2 yerə böləcəm. Yazıram top div, bir dənə də bottom div məsələn. Bottom. Top divin içinə gəlirsən, nə edirsən? Ulun içində li açırsan, içində A açırsan, sağa doğru yazı əyilibsə, gəlsən font styling, italik görəsən, CSS əyiləcək. Bura belə. Bu şəkildir. Sağ klik edirəm, ara gedir. Düzəldən ortaya gəldi. Hə. Gəlirsən, dizləri azaldırsan, dizlərin. Dizlərin hamısının dizini azaldırsan, təmiz ortada olur. Ol var, yoxsa yox. 70 ola bilməz axı. Tamam. Bu şəkildir. Sağ klik edirəm, copy image, adres. Götürüb qoyasan. Yəni, onu əllə gəlib yazı ilə yazma. Yenə eyni qayda bununla eynidir. Gəldik button dilimizə, navın içində. Sıralama var, uldur, ulun içində liylərdir, okey. Üzərinə gəldik A tagləridir həm də. Buranın bir dənəsini düzəldəcəm, üzərinə gəlincə belə şey çıxır. Şimdi gəlirəm, bura buttonu düzəldəcəm. Buttonun içində ulatıram. Bunun içində nə var burada? 1, 2, 3, 4, 5, 6. Bunu belə yazaq da. Bunun içində label olsun 6. Hamısının içində məsəl üçün yazıram. Font. Olma. Məsəl üçün gəldi about. About. Menu. Galleries. News and events. And events.
Kompakt. Yani bir kod var. Birisi. Ha? Bu hover'ında gələsən, transform, translate, y, mənfi, transform dərsi. Mənfi məsəl üçün 10 piksel. Y nədir? Yuxarı aşağı, sağ sol. Y-də də mənfi yazanı yuxarı qalxır, müsbət yazanı aşağı düşür. Orada mənfi yazır. Bir də transition verəsən yumuşaq olsun. Kontakt gəldik. Bura baxıram, bir dənə belə şey var. Gəldim bura. Bir də navın içindəki, button dilinin içindəki, birinci button dilinin özünü sağladım. İzin verirəm 90%. Background color verirəm, məsələn. Tamam. Mersin altına oturacaq. Tamam. Все. Təsəvvür et, top dibi yuxarıdan və aşağı üzərindən. Все. Gələm deyirəm ki, navın içindəki, buttonun içindəki, bir də çalışma hamısını sıralamanın içindəki yaz, ora biraz böyük proyekti, kodlar qarışacaq. Bu cəhət çağırdım, display flex'ini verirəm. Tamam. Justify'ını verirəm. List style'ını verirəm. Və hazır. Tamam. Şimdi bunu buradan silelim. Tamam. Home yox, about yox, menu. Menünün üzərində belə bir şey çıxmalıdır. Gəlin menu dilini tapıram, menu linkini tapıram. Linkin içində mən, mən. Minha sosura, içinde bak ön tuttan kalkan ama ön tuttuğunuz olmalı. Bakın yapınca var insan. Bakın için lazım koymak istedim. Sonra bakın için para var, bakın değil falan. Ne lazım? Biraz olup koymak istedim. Bakın bilmiyorum. Şimdi bu kadar. O koyuyorsun. Ben daha da bir şey yapmayacağım. O email sana olanlar eşya koydum. Bu da arkadaşlar. Şimdi kazandım. Şimdi kazandım. Ben kanıtlı. Ben kanıtlı. Ben kanıtlı. Böyle sporda yapabiliyor. Tamam mı? Ben Background Publishing Center yazdım. Background
Sonra gəlirsən bu dilin içində afet yaradırsan, yazını qoyursan A-nın içinə, A necə də düzəldirsən? Amma necə də böyüdürsən, qədər formaya gətirirsən, tədbiqdən. Tədbiq edərsən, background kalın falan verəsən, şu, gəlirsən, bu formanı nasıl verəsən? Bir də düzəlsən, hamısı eynidir. Koydun nə oldu formun içinə? Button içinə yazın yazdın. Başa düşürsən? Formun içinə inputdan button'ı qoymusan. Forma nə yazmısan CSS-lə? Heç nə. Forma, bax buradan göstərirəm. O hansı sayt idi? Mənə bunu göstərim buradan. Yazmaram, istəyirəm. Hə. H1'i qoymusan da, düzdür. H1 necə soldan sağdan ortaya gətirəsən? Yox. Hər şey align items deyirsən, yox. Bax, yadda saxla. Yazıları ortaya yatmaq nə idi? Yazılar, şəkillər. Məsələn, H1 nəyin içində yerləşir hal-hazırda? Section içində. Section'a yazsan, H1 sağdan və soldan ortaya gələcək. Bir dənə bunu yad saxla. Text nədir? Yazıdır. H1 nədir? Bir yazıdır. Mərkəz nədir yer istəyində? Yadda saxla ki, text align center verəndə sağdan soldan yazı ortaya gələcək. Nəyə verəsən? Böyük elementə. Section'a verəsən ki, yazı ortaya gəlsin. Gəldi inputdan button'a. Inputdan button harada gördünsə, sən form tek açırsan, formun içində yazsan. Nəyə görə? Çünki inputun içində bir məlumat yazır, button'a klikir, o məlumat hara gedir? Havada qalmır ki. Ümumiyyətlə, website yığılanda front da yığır, back da yığır, düzdür? Bizim yazdığımız məlumatda back-in yaratdığı database-ə getməlidir. Ona görə formun içində yazılır ki, formun içində action görəsən, atributu var. Method var orada, atributları var. Məsələn, metodda post yazılır. Post paylaşmaq deməkdir. Get var, əldə eləmək deməkdir. Bir də orada action var. Action içinə gəlib dırnağın biz backend'in yaratdığı database var. Oranı qeyd edirik. Burada yazılan məlumatlar ora gedir. Ona görə biz formun içində yazırıq, çöldə yazmırıq. Aydın oldu? İndi bir dənə form açırsan, formun içində inputdan button'ı qoyursan. Formun vizi nə qədər olacaq? Gəl təxmin eləyirsən. Form burada başlayır, burada bitir. Düzdür? Section vizi 100-dür. Form burada başlayır, burada bitirsə qıraqdan boşluqlar var. Formun vizi nə qədər olar? Hı? 30 yox, təxmini bir 40-45%. Formun vizini verdin 40% falan. Formu vizi var. Necə ortaya gətirəsən? Tweet bayaq necə ortaya gətirirdik? Demişdim. Yox, 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 yox. İşlərə bilərsən elə, amma bir dənə kod yazacaqsın gələcəkdə. Mənə lazımdır sağdan soldan ortaya gətirmək. Sən dediklərin sağdan soldan, yuxarıdan aşağıdan ortaya gətir. O da böyük element etməlisən. Mən formun özünə verməliyəm ki, formun özü gəlsin. Formun özünü necə gətirirəm?
Baxın. Mərzin auto. Cihazı ortaya etmək nə oldu? Bizdə sonra bizdə olan bir şeyi ortaya etmək nə olacaq? Mərzin auto. Yadda qalacaq. Formun bizim verilən təxmini 40%, mərzin auto verilən təxmini ortaya. Formun seçim tutan başına qoydum. Formun seçildiği yazı necə yazılırdı? O yazı necə yazılırdı formun içində? Evdə nə qədər farklı edirsən? Bilgisayar öyrənirsən. Bilgisayar öyrənirsən. Bir saat eğitimci azdır. Aslında bir saat da azdır. Sihiratı göre böyle şey kaynağı. Yani bunu bilmemen biraz şeydi. Yani bunu rahat bilmelisin. Bu eğitimde kesinlikle bilmelisin. Input hakkında məlumat verir. Email adresi. Bir input email yazmak. Düzdür. Mütəzir məlumat vermək itibarıyla. Bir sözdə məlumat verə bilərdik. Bir də içərdən. Sizdən nə yazıldı? Mesela hani uşaqları atdı. Bir saniyə qaldı. Bura belə. Belə. Bütün qıraqlara. Hə, gəldik bura. İnput haqqında iki cür məlumat verə bilirsiniz. Biri çöldən, biri içərdən. Value başqa şeydir, dəyərdir. İngiliscə tərcüməsi dəyərdir. Value sən bilir. Inputun value attributu var. O nə deməkdir? Inputun sizin value attributu gəlməsin. Demək adres yazılsın. Bura klikləyəndə nəsə yazanda avtomatik elan adresi yazısı burada olur. Nəsə yazanda 10 tamamı yazsın. Bir də var. Inputun sizin məlumat verir. O placeholder attributundan verir. Bunlar holder zaten. Yapmak istiyoruz. İmkan atılır. Sana atılır. Placeholder. Tırnağında sen bir yazı yazarsan olacak ilk farklı məlumat. Bir de var çölünde. Çölünde ne de verirdik? Label. Bilmiyorum ama. Label. Button'dır. Button necə isməndir? Burada kliklendir. Ne atılır yazır? Button kliklenmir. Funksiyasını bitirebilir. Şimdi disable. Disable yazır. Zaten bakın atılır disable yazırsan. Görsen işlem. Yıkanır yani sen reload etmesi. Bunları özünde esası yani bütün insan işletmemiz düzenlemesi. Bunları yani riskli zaten aslında temelde kaldı. Dikkat edin. Destek kullanmak. Çok az verirsen. Lütfen. Burası oldu. Ne diyorsunuz? Bakın üstünde baktım yok. Tamam. Burası sana stres seçiyorum. Ne diyeyim? Ne söylüyorum? Dersen istediğin sen ama ama sen hazırlık şey. Çok. Arasında birlikte. Biraz buna rastlarız. Ama sonra bu arada psikolojik salon dedi Jack'in yan bayan. Formunu şimdi intikal ediyor. Bak formunu bu orada da
Ben formunu çok yerim uçtudur, düzdür. Ben yapma formunu seçerim. Olur. Yok, 30% değil. Bunlar 40'ı 100 görürler. İki element ve elementi 100 görür. Bakın bakalım. Formülün bir çok tabii input'u. Sen de 70%'dan 75% input'u. Kalın yüzlerin input'u. Ne bir veren 18-20% mesela. Arkadaşı paylaşımı ne kadar? Kalan mesela. Bir de bunu bilirsən. Düzələn kilsənin kənarları verəcək olur. Fokuslanma. Düzələn kilsəyə fokuslanmaq. İnput 2.4 fokuslansan, hover necə yazsan açacaq? Input 2.4 fokuslansan, nöqtədən açsın. Bir dənə şey. Gəlsən bura. Focus Shadow. Burada yazılır 95 Beautiful CSS gördün. Buna klikləyirsən. Ayda. Bundan sonra. Hə Ömər şeydir. Link atmışdı təzədən attım. Tamam. Qaldı rüqəyə. Oldu bəli. Tamam. Bax, Foxelova girdin. Gördün. Yadında qalır göstəriklərim. Aşağı gəlirsən. Bax, eyni dizayn görürsən. Üzərini kopyaladın. Gör, hazır. Gəlirsən, input 2.focus yazırsan. Mötərizəni açdın CSS-də. Bu kodu ora Ctrl V-ni yapışdırırsan. Yapışdırandan sonra bir dənə problem çıxacaq. Inputun üzərinə klikləyəndə həmin göy xətti görəsən. Amma əvvəlki qara xətti var ya, qraf kənarları. Onu da görəsən. Amma burada görsənmir. Onu aradan qaldırmaq üçün outline nam yazasan. O nə eləyir? Əvvəlki kənar xəttlərini itirir fokuslananda. Outline none. Non yəni yoxa çıxar. Başa yığışdır demək. Yaz. Gəldik, qayıtdıq sənə. Buranı x vurdum, buranı x vurdum. Sən yaza bilsən? Menu. Menunun üzərinə qutarına gələcəm. Menunun üzərinə gələndə belə bir div görsənir. Bu divi yaratmaq üçün gələn menunu tapıram. Menu. Videonu açmamışıq deyəsən. Açmışıq. Video nə uzun getdi? 40 dəqiqə. Menunun içinə gələm. Düşdüm aşağı. Bir dənə div yaradım. Divin içində bircə divi çağırıram. Məsələn, class verirəm buna bir dənə box. Gəlirəm. Box'u çağırdım. Bunun izin verirəm. Təqribi bir 150 piksel. Weight-in verirəm. Təqribi bir 230 piksel. Background-unu verirəm. White. Gəlirəm, baxıram. Heç nə görsənməyəcək. Gəlirəm bu divimə. Position. Absolute. Gəlirəm. Bu liyə class verirəm. Adını qoyuram menu. Gəlirəm. Boxdan əvvəl menunu çağırıram. Buna position relative verir. Bunu görsənmədi. Mənə səhv yazır. Hə? Bu yenilənməyəcək deyəsən. Hangi bölüm? Hə. Böyütmək, font size. Input font size. Hə. Hə, olar. Dilim belə. Bunu buradan silirəm, lazım deyil. Tamam. Gəlirəm bunu çoxaldıram. Mən bunu səhv etmişim. Əslində düz buzaqlı formasındadır. Bu belə olmalıdır. 200 300 yazar. Çoxdur. 250. Aha. Çox. Tamam. Eğitimə baxaraq azdır. Bunu verirəm 250. Baxıram 150 azdır verirəm 170. Belə bir şey. Tamam. Gəlirəm bura. Bunun içində ulun içində liylər. Ulun içində liylər. Gəlirəm divimin içinə. Boxun içinə. Ul yazıram. İçində li yazıram. Vurulsun məsəl üçün. İçində nədir? 1, 2, 3, 4, 5, 6. Vurulsun 6. İçində də ki, hamısına məsəl üçün home yazıram.
Bəli. Bir saniye. Ha. Ne? 10-cu il aşağıdır. Buna çox mərzun top vermişsən də yəqin. Bura mərzun baxın nə vermişsən? Sağ altına. Bax, ula nə yazmısan aşağıdan? Bitirdin. Hə? Hə. Ora necə istəyirsən? Gəlirsən bir dənə forum yaradırsan. Get yarat. Gəldik bura. Bunlar hazır. Keçirəm bura. Tamam. Gəlirəm deyirəm ki, opsunun içindəki ul. Əslində görsən kodlar burada alt-alta olmalıdır. Ulun içini yaradan. Düzlüklər həmişə alt-alta yaranır axı. Burada çoxlu var. Kodlar qatışır. Ona görə gəlib deyirəm ki, ulun içinin, boxun içindəki ul. Sənin displeyin olsun flex. Sonra flex direction'ın olsun column. Tamam. Sonra göz qətlin olsun 5. Все. Bu belə hazır. Tamam. Sonra gəldik bura. Sağda uldan sonra bir dənə div yaradacam həmin divin içində. Sağda şəkildən bu yazını qoyacam. Gəlirəm bu divin içində uldan sonra bir dənə məsəl üçün right klasslı div yarat. Bu divin içində bir dənə image yaratdım. Image. Gəldim bura. Sağ klik elədim. Şəkli götürdüm. Şəkli qoydum bura. Şəkli gəlsin. Gəlirəm box dilinə. Display flex verirəm. Yapsan sen. Display flex verirəm. Tamam. Sonra gəlirəm. Justify content. Space. Bitimi verirəm. Tamam. Dilimə içərdən padding yazıram. Bəli. Nə? Nə oldu? Bitirdin? Hə, gəlim. Dilimin heytini out eləyirəm. Tamam. Sonra padding gəlib yazıram. Yuxarıdan 20 piksel yazsam. Əla. Bu boşluqlar nədir? Onu tapaq. Burada nəsə var. Tak. Hə. Bunu oxuyur. Kodlar qarışır. Bu var. Gəlirəm bura. Boxumun içindəki ula deyirəm ki, sən padding left'in 0 olsun. Düzəldi. Gördün. Kodlar konfliktə geçir. Olur elə şeylər. Bildiyini yaratın, gördün qıraqdan boşluq var. Deməli, nəsə qarşı. Gəl onun padding left'ini 0-a sür, düzəlir. Bura hazır. Bir də qaldı yazı. Gəldim buradan məsəl üçün. Yazını da götürdüm. Formu yarattın, nə oldu? Yox. Şəkildən sonra gəlirsən bura. Paragraf yazını da qoydum bura. Yazı böyüdü, font size-ını falan balacaksın. O hesabını da eləyim. Ora kimi gəlmişəm. Onu düzəltməsən. Font size. Verirəm məsələn bir 13 piksel. Salam, hər vaxtınız xeyir. Narahat olmayın, buradayım, özüm qeyd edəcəm. Allah şəfa versin. Sonra gəlirəm. Aradakı məsafə azdır, görürsən. Bunu biraz çoxaldıram. Dilimdə niyə bitkin işləmir? Gəldik bura.
Çünki toplumun içindəki right sağlamaq üçün. Tamam. Böyle. Sıkı. Yazım falan breaklə falan düzəltdim. İndi əsas məsələ gəldik bura. Üzərinə gələndə bu görsənməli. Gəlirəm bu divə, boxa. Adi vaxt verirəm. Visibility. Hidden. Display göstərməyəndə display block kontentini göstərə bilirsən. Opacity 0 göstərməyəndə gəlib opacity 1 verib göstərə bilirsən. Visibility hidden verəndə gəlib visibility visible verəndə göstərə bilirsən. Aydındır? Tamam. Mən burada göstərməmişəm, visibility hidden verdim adi vaxt. Və görsənmir. Nə vaxt görsənir? Menyunun üzərinə gələndə. Gəlirəm deyirəm ki, menyunun hoverında nə görsənir? Box dili. Box dilini çağırdım. Gəlib deyirəm sən visibility visible. Üzərinə gəldim və görsəndim. Seçdim, görsəndim. Bu belə. Başqa. Bunlar eyni qaydadır. Başa düşdün? Bu qədər videonu